Hamınızın YouTube videoma hoş geldiniz. Bugün sizlerle beraber deney eləyəcəyik. Bu deneyimizin adı da squishy deneyidir. Və bir dənə yumuşaq əlimdə süngərimiz var. Və bu süngərlə görə squishy düzəltmək olacaqmış. Olarmı? Yəni gözəl səs çıxacaqmı? Bugün bunu deneyirik. Görək həqiqətən də süngərlə gözəl bir squishy əldə edə biləcəyimi. Hadi o zaman birinci rəsmimizi çəkək. Dostlar, belə bir rəsm çəkdim. Ağlımdan bir şey çəkdim. Nə bilim, biraz pis ola bilər. Çünki elə-belə bunu baxacağıq görək alınır-mı? İndi bunu rəngləyib gəlirəm. Və rənglədim. İndi üzərini skoçlayırıq. Aha, skoçladıq. Gördüyünüz kimi belə şəffaf oldu. Mən özüm gözəl görsənməsi və şəffaf və cırılmaması üçün belə eləyirəm. İndi gəldik ən maraqlı yerinə. Mən bunu bu arada 2 qatda eləmişdim. Çünki squishy eləyirik. Bir də daha kağızı eyni ölçüdə kəsməyə üşənirəm. İndi baxın, buradan görsənirəm. Bu skoç kəsirik buradan belə balaca bir skoç parçası kəsirik. Bu skoç parçasını belə mən belə eləyirəm, yəni siz də eləyə bilərsiniz. Belə yumrulayırsınız, belə bir nəticə ortaya çıxır. Və bunun belə ortasına bir yerinə baxın, mən də görün, vurursunuz. Sonra bunu belə bura yapışdırırsınız. Bunu niyə elədik? Çünki kəsərkən bu qıraqları çıxacaq və skoç onları yapışılı tutacaq. İndi bunu kəsib gəlirəm. Və kəsdim. Gördüyünüz kimi bunlar ayrılmır ortasında skoç olduğu üçün. Mən biraz ağlarını buraxıram ki, gözəl görsəsin. Siz necə istəyirsinizsə. Sonra bunun bir qırağını belə bantla yapışdırırıq. Hətta görsədim, bunu belə yapışdırdıq. İndi bunu belə yapışdırırıq. Amma içərisinə hələ bir şey doldurmuruq dostlar. Mən yavaş-yavaş aşama-aşama gəlirəm. Biraz daha doldururuq. Sadəcə bir yanı açıq qalır. Mən elədim, bir dənə burası açıq qaldı. Baxın. İndi bu yapışdırmışdığı bu ortasındakı. Onu qayçı ilə cırmadan kəsirik belə. Görsün. Mən kəsdim dostlar. Belə baxın. İçini belə yapışdı qıraqlarına. Gördüyünüz kimi içi belə oldu. İndi bunu qoyuruq qırağa və gəldi buna. Bunun üst hissəsini kəsməyəcəyik, ancaq bu yumuşaq olan hissəsini kəsəcəyik. Yəni mən elə görmüşəm, hələ mən də eləməmişəm. Amma mən squishini belə düzəldirəm. Bir dəqiqə, gələm. Dostlar, mən cırmağa qərar verdim, çünki kəsə bilmirəm. Cırıb gələm. Gördüyünüz kimi belə elədim. Nə qədər lazım oldu, nə qədər sıxışsa onun içine doldururuq indi bunları. İnşallah tutar. İçine az sıxışırmış, elə bildim çox sıxışır. Biraz balcalardan qoyaq. Sizinlə bərabər doldururam, videonu dayandırmıram. İnşallah tutar. 5 saat uğraşdım. Sonra belə bunun ucunu belə bağlayırıq. Gördüyünüz kimi zanetlə bağlayıb gələm. Və bitdi. Bunlar qaldı. Baxaq səsinə, gəlin mənim yaxlıma. Gördüyünüz kimi başqa bir yerdəyəm, bibimgildəyəm. Baxaq. Ne yalan diyeyim, bu Kloknan da eləmişdim mən. En çok da şeylə indirdim, ayarından çıxdı. Pambıqla indirdim. O da belə səs çıxardı, amma bu daha gözəldi, baxın. Wow, eləyin. Bundan sonra mən eləyəcəm. Təbii ki də bütün squishlərimi eləyənmərəm, çünki bir dənəsini demək olar ki, apardı. Amma bir ikisini də eləyə bilərəm, çünki bunlardan qaldı. Yəni, çox gözəldir. Dostlar, bir videomuzun sonuna gəldik. Videomu bəyəndiyseniz videoma like atıp abone olmağı unutmayın. Sizi çok ama çok sevirəm. Öpürəm sizi. Bye bye. Sağ olun dostlar. Öptüm. Sağ olun dostlar. Çok bir şey oldu ama.